Bizim komanda bu saat pələngə dönübdür. Odur ki, çempion biz olaq. Birinci liqada çempionluq uğrunda mübarizə hər ötən tur daha da qızışır. İddialılar sırasında yer alan komandalardan biri də qış fasiləsində heyətini kifayət qədər gücləndirən Mingəçevirdir. Liderlə xal fərqini azaltmaq istəyən Ramiz Məmmədovun komandası doğma meydanda Zakatalanı sınağa çəkir. İndi gözləyirik ki, güclər dəstədə çıxsın və bizim də gözəl stadionumuz düzəlsin, təmir olunsun. Biz də gedək oturaq orada rahat baxaq azarkeşlər kimi. Mən özüm də 30 ildə elə Mingəçevirin komandasına balət edirəm. Biz Şəfa, Səbail, 3 dənə Bakı klubuna qarşı oynayırıq bu saat. Biz yeganə komandadakı Mingəçevir ki, həmişə irəlidə olubdur, yəni də irəlidə olacaq. Arzumuz budur ki, bu ligada çıxış eləsinlər. Qarabağ, Neftçi olan klublarda da bizim komandamız orada iştirak eləsin. Birinci dövrə arasında perspektivli futbolçular komandaya cəlb olundu. Çempionluğa inanırıq və Mingəçevir komandası köklü komandadır.